Çekilişin sponsorları Ruski Vkus, AF Yaşayış Kompleksi. Bu da bizim doğma Bakıdan 2400 kilometr aralığında yerləşən Taksimi, Sultanahmeti, İstiklal Caddəsi, Çiğ Köftəsi və fırıldaq taksi sürücüləri ilə məşhur olan İstanbul. İnanmayacaqsınız, amma qəhrəmanlarımız Şəmi və Şöşü burada gəlib çıxdılar. Eşqə düşən Şöşü bütün İstanbulu görün necə bir-birinə qatdı. Canın yanmasın senin. Şöşü. Ölürəm də. Ay Şöşü. O mürvət gilin məsələsində nə qədər xeyri qalmışdı bizdə? Kim? Mürvət gilin məsələsi. 3000, 3000. 3000. Sənin nə yeyərəm? Dollar idi, manat idi? Dollar idi, manat idi? Dollar. Dollar. İşləyərəm 3000 dollar. Ələkbər gilin məsələsində nə qədər qaldı xeyir? Senin. Ay Şöşü. Hə. Ələkbər gilin məsələsində nə qədər qaldı xeyir? 1500 bana. 3000. Canım. 4000. Sen benim canım. 500, 4500 manat. Deməli buradan da biz Rus pulu ilə bunu edirik. Yəni də kimdən danışırsan, kimdən ciddiləşirsən orada, ay Şöşü? Figurasına bak, heyecan yanmışım. Ahtalayalım seni. Can. Ben de seni yavrum. Ben de seni. Türkiye'nin kodu neçəydi? Plus 90. 95. Seviyorum. Alo. Yorum. Eşk olsun. Şəmidir, Şəmi. Ne var ne yok? Boy. İradə mənəm, nərə Şəmidir, Şəmi. Nə qarsınız, keyf, əhval. Elə o vaxtdan show biznesdən çıxıb getmişsiniz Türkiyəyə, amma baxırıq ha yenə də mahnılardır, kliplərdir, nə bilim, o Instagramlara da şəkillərdir, zıplayırsan. Qəşəngdir, xoşumuza gəlir. Eşidirsənmi, nəyə görə narahat edirəm sən? Deməli bu sənin bu yaxınlarda bacının toyu oldu, Nigarın toyu. Hə. Bu Nuşabagildən şey almışdınız, qazan almışdınız, sonra qab-qacaq almışdınız. Hə də o toyun axırında yeməyi, kebabları da yığmaq üçün. Yazıq indi özü utanır deməyə mənə zəng eləmişdi ki, ay Şəmi, və sən yaxşısan da bu işlərdə, hə, deyir imkan varsa qaytarsın da onları görəcək, neçə ayda qalıb. Hə də hə. Hə də qazanların altını belə kreslənmişdi də, qırmızı kres də var altında. Ki hə etməz. Hə. Hə o Nuşabagilin tamamsı. Hə sən Allah həll elə o məsələni. Hə də bezdirib məni də, dəqiqə başı yığır, zəng edir. Hə, yaxşı. Oldu. Hadi bay, eyvallah. Hə, sağ ol. Ay Şöşü. Canım. Bunların məsələsi nələr? Bir çıx oradan bir söhbət eləyək də, hə? Hayır. Çıx bir bağla görüm, sən nə edirsən, kimlə danışsan bayaqdan, fikrin qal. Bizim benim, mən Facebook'ta bir qızla danışıram. Bu Polad Əlamdar yoxdur mu? Kinolarda da çəkilmir. Nə Polad Əlamdar? Vururlar ölmür, bir dənə kino yoxdur, Polad Əlamdar. Hə. Onun böyük başçısıyla danışıram. Yox, bir Schwarzenegger'in xalası ilə danışıram. Git danışırsan, hə sən burada, Şöşü? Ay fikrim ciddi də, məndən belə danışmaq kişi. Bir belə görüm kimdə o. Figurasına bax, bunu. Oy, canını yiyərəm sənin. Ay Şöşü. Sabah qabağına çay gətirir, sənin, ay sənin. Nə məsələdir yenə də, nə məsələdir? Kimin balasıdır, yenə də kimi bədbəxt edirsən, hə orada? Ay, nə bədbəxt, təmiz ev qızıdır. Pullardan zatdan göstərmirsən, Skype'dan. Qızı pişirmirsən. Ayşəm, sən xalan oğlunun istədiyi qız barədə konkret fikirlərlə danışma. Yaxşı görəsən, Allah kimdə Şöşü? Deyirəm, sən el istədiyim qızdır, ciddidir fikrim. Türkiyədə dostlaşmalar var, yoxlatdırmışam, eləmişəm. Nə danışdın? Əməli başda almaq istəyirsən bunu? Demirəm səhərdən sevirəm onu. Ay Şöşü. Bir yoxlayıb elə bilsənmi? Kimdir, hardandır, nəsli nədir? Demirəm, Polad Əlamdarın böyük bacısıdır. Onu demirəm, bir gedib dost tanışlarına bir yoxlatdırıb eləmisənmi onu? Elə şeyim olur, Türkiyədə uşaqlar yoxdur, bu Azərbaycan uşaqlar. Hamısına bir demişəm ki, yoxluyum. Deməli, o BMW-si olan gədə götürər, maşını saxlayar o qızın getdiyi yolun qırağında. Qız keçəndə qaydar deyər ki, az deyirəm, gəl otur, aparıyorum. Qasını aldığın qız buna qaydar, cəhənnəm olə! Bir dənə paslar. Sonra barda işləyən dostum var, götürər buna nömrəni salfetkanın üstündə yazar, o roza şəklində ötürər ki, bir nömrə ötürür. Bilmir ki, bu qız elə qız deyil. Qız götürər kofeni çırpar bunun başına. Bu əməli başda əsl alması qızdır ki, Şöşü. Bəklə yavrum, bəklə gəlirim. Bir onu bir qırağa qoy, bir söhbətimizi eləyək. O qızımız boş şeydir, ay Şöşü, pul qazanmaq lazımdır. Deyin qız araba atılır. Ağlı ürəyi qız yazıq, ürəyim səhərdən partiya dönür. Harada yaşayır, hansı şəhərdə? Türkiyədə yaşayır. Götürüb SMS yazmışam qıza. Bu Polad da görər mənim SMS-imi telefonda. Qızın telefonunu alar əlimdən verməz. Nə danışdın? Qız da deyir ki, qardaşım Bakıya kino çəkməyə gələcək. Bu
Qurtlar Vadisi. Hə. Hə. Bəs deyir kino çəkməyə gələcək, həm də deyir ki, sən mənim adresimi götür Hə. telefonda. Güya mənlə görüşəcək bu gədə. Ona yaz ki, promo elindi yaz. Ona yaz ki, Şəmi deyir ki, o Poladın gəlib Bakını üzərəm. O heç imkan vermirəm ki, Bakıya ayağın qoysun. Nə danışır? Mənim xalam oğluma gəlib borcluq eləyəcək burada. Ha? Qızın xətrinə istəmirəm da. Ona yaz ki, eşitsəm, yaz ona ki, heç biz imkan vermərik o bura gəlsin. Özümüz gəldik ora. Yaz. Yaz elə də yaz. Deyirəm yaz. Olanda üz-üzə gələcək. Deyirəm yaz da yaz. Şimdi burada Polad oturub giz-giz danışır. Nə edik ki? Zadına gedərik, qız da görərsən də bu. Bebe. Mən deyirəm gedək. Elçiliyi sən elə. Verməsə mən də qaçırdım. Hadi narahat olmayın, gəl gedək. O söhbətlərin hamısını biz orada həll eləyəcəyik. Yaxşı? Qoy bir də. Cicim benim. Seviyorum, geliyorum. Hadi tutar görüm, cicim benim. Oradan bir 300 dolar ver görüm bura. Al. Alo. Bekliyor musun? He. Oradan Türkiye'ye 3 tane bilet. Tamam, tez zakaz elə. He, ya. Azalma. Bütün yol boyu bu televizordur, nədir? Almısan əlinə, ha belə, ha elə, ha belə, ha elə. Hadi çıx. Hadi çıxıram belə nə olub? Bir dənə axırıncı bir dənə sualım var. Eşidirsən türk dilində necədir? Səni belə qucaqlayıram, öpürəm, bağrıma basıram. Türkçə. Türk dilində deməli seni kucaklıyorum. Bakırıma basıyorum. Yorum yazırsan. Hadi axırda bir hamısı Azərbaycan dilində olan sözlərin axırına yorum şeylə, əlavə elə. Всё. Olsun Türkçə. Yaxşı. Özdə eşidirsənmi? Şöşü. Haycan. Bax bura düzdür, yəni də öz yerimizdir, amma baxma da qıraqdayıq biz, zaqraniçadayıq. Bax indi gedirik Poladla söhbət eləməyə, düzdür? O Poladla söhbət eləyəndə səndən çox xahiş edirəm, mən dönə-dönə xahiş edirəm. Bax bizim gələcək qohumumuzdur. İndi elə vaxt olacaq oturub bir yerdə yeyəcəyik, içəcəyik. Amma ki, xahiş edirəm, çox xahiş edirəm bir xala oğlu kimi Poladla görüşəndə ay nə bilim tappa-tarap, vurmaq, eləmək, söymək, elə şeylər olmasın. Çox xahiş edirəm. Mən heç qohum əqrəbanın içində söyüşmüşəm, sən belə deyirsən. Qohum əqrəbanın içində söyməmişəm. Zato keçən dəfə bu Vandan Bakıya gələndə yazığı dedi ki, indi Bakıda bizi qarşılayacaqlar, nə bilim duz çörək verəcəklər. Gəldin ağzından çıxanı dedin, çıxdı getdi. Işbağa atsan gedək. Hə, nə? Onda mən ingilis dilində nə söz bilirdim, hamısını işlətdim da, ha. Akasi onlar hamısı söyüşmüş. Sən də ondan başqa nə bilirsən ki, yə? Oğlum, nə gülürsünüz? Mən bayaqdan ölürəm acından, yemək istəyirəm. Bu dəqiqə beynim çöpü səlsələ yiyəcəm hamısını apapızam. Yox, şıkırma. Bağdan belə gəldi, şıkırma belə gəldi. Yaxşı, aparaq, gedək. Gəl, bax. Seni seviyorum, sensiz olamıyorum. Eşidirsən, o Rəfət Əli romanın mahnısının sözündəki o seviyorum da nətər idi? Sən də bir cür bədbəxtsən. Çıx oradan bir oturaq söhbət eləyək. Görək planlarımız nədir? Nə qayıracaq biz bu İstanbulda? Amma mən daha dözə bilmirəm. Ana bu zindan deyə bunu daşımaqdan da benim qırıldı yer. Nə var? Yaxşı. Həmin meyit daşıyır. Gətir burada, gətir. Bizim Bir qoyumdur. adam bunu da. Elədir. Ama gizli şöyle. Sağdır, Bir yaxşıdır mənim üçün bura. Mən buradayım. Eşidirsiniz məni? Görürsünüz? Və mən sizi görmürəm axı, mən sizi görmürəm axı. Bakıdan gələndə xərcimiz az çıxsın deyə dedim elə qoy onu bagajda gətirək ki, David o boyda bilet pulu zat nəyə verdik ki? Sana xoş da orada. Sən nətər insafsız adamsan. Bax, bu fəlakət də bizim qohumdur. Heç olmasa bir dənə biletdən zatdan alardım, bu da adam kimi gəlsin. Bu nətər oldu? İndi biz özümüzə də bilet alaq, buna da bilet alaq. İsrafçılıq deyil bu konkret şey. Başa düşürsən? Eşidirsən. Türkiyəyə nə vaxt çatırıq? Hələ samolyotdayıq, uçuruq. Deyirəm də, samolyot. Dincəl özün üçün, dincəl. Fəli, ay Fəli. Yerin nətərdir? Elədir. Yaxşıdır. Fəlidir də, Fəli. İndi birazdan çıxardacağıq, sən işıq üzünə görərsən, baxarsan. Şöşü, eşidirsənmi? Həm də bir tərəf... Hadi çıx da, nə oradan çıx? Bayaqdan gizli şeylər yaz, yavrum. Bir tərəfdən də yaxşıdır ki, bu qaranlıqda saxlayırıq da biz bunu bayaqdan neçə saatda o sobanitləri olur ya, qaranlıqda saxlayırsan 40 gün sonra buraxırsan zırmaqlayır, dağda tökür.
Poladla görüşdə də bu bizə lazım olacaq. Gördük Polad o yan bu yan eləyir, naxada çamadanı açırıq, qısqırdırıq, fas fəlakət, cırmaqlayır dağda tökür. Hə, bura elədir. Hə, eşidirsən? Mənim qulağımı kəssəz, bilirsən neyin yaram o Poladı? Gəmirərəm. Hə, yaxşı. İslam mən narahat qohum ne ondan da eləcək Sən çox da Poladı belə. gəmdənə? Fəlakət, sən yat birazdan durğucaq yığ səni. Əladır, Sən Allah, əladır. gəlin bunu çıxardaq buradan Yaxşı, yazın. gəlin. Hələ qaranlığa salmamış bəyiz. Başına ip bağlamışsınız, bədi bax. Oğularaq orada. Hə, yaxşı. Bilirik neyini. Eşidirsən? Mənə burada əladır ha, bir otaqlı evdir. Hə, buranın hamam tualeti olsa lap yaxşı olar. Malades, yaxşıdır, əladır. Çıxardaq aparaq bunu da. Gedək, yavaş. Ayşəmi. Hə. Bu nədir? Araq butulkasının işarəsini yapışdırmışsın ha bunu. Hə, tupoy, bilmirsən o deməkdir. Onu şeydə aeroportda yapışdırırlar üstünə ki, yəni bu çamadandan ehtiyatlı davranır. Hə, bizimkiləri bilmirsən, o çamadanla basketbol oynayırlar orada. Mən də dedim də fəlakətdir, qohumdur, tanışdır, yazıqdır. Bunun da orasını burasını sındırmasınlar, göyətməsinlər deyə o fragil var ha üstünə yapışdırmışam. Fragili də yapışdırmışam üstünə ki, yəni ehtiyatlı davranır. Mən də bilirəm ki, bunu yapışdırmısan ki, içində araq var. Ehtiyatlı ol. Sən də salmaq şeylər. Fragil nətər? Hə, fragil. Gəl. Fragil. Siz getdik. Ay fəlakət. Əladır. Millet bana aç demiş, inandın mı kız deli? Mal varlığım gizliydi, söyleyeyim de yaz deli. Mal varlığım Mən o gizli. qızla gedirəm kənddə bir dənə ferma açmaq istəyirəm. İstəyirəm ki, o qızla götürəm. Qəşəng 6 dənə inək alım. Vedrədən zatdan alım. Deyim sağ. Hə, İstanbuldan gedəcək şeyə, kəndə gedəcək. Bu da Hə, ağzı nədir getməsin. Hadi. Var ne istersen yersen, gemilerim var yersen, şirketlerim var yersen, var. Nə olur? Çıxardı bu bədbaxtı buradan da. Bu onsuz da hara qaçdı. Boynunda ip var, düzdürmürəm. Çamadan da 2 dəqiqədən düşür yerə. Qırıldı töküldü axı orada yazıq. Yaxın Özü durun. öz iyindən boğulub öləcək bu orada. Ay fəlakət. Hə, mənim yerim yaxşıdır. Paxıllıqdan deyir ki, etsən, çıxım sən girəsən. Yazığa bir deşikdən zatdan açmısan nəfəs alsın. Açmaq istəyirdim də, yazıq qoymadı. Dedi ki, Hə, yox, açma, lazım belə deyil. əladır. Hə, yaxşıdır, atmayın. Boğulursan? Yaxşıdır. Yaxşıdır, atmayın. Buranın havası yaxşıdır. Mən çamadanın içində mayka ilə gəzirəm. Əladır. Özü öz iyini boğub bura. öldürəcək səni. Hə, sən belə elə, ay Şirin. Sən bunu da fəlakət edək götür. Get otelə biz gələcəyik ora. Yaxşı? Düşün bizi atələ. Hə, get otelə tərəf biz gələcəyik ora. Buradan yox sat da atələ. Hə, get bu tərəfdən. Fərqi nədir? Ehtiyatlı ol özdə. Bəklə bir, bir dəqiqə, bir dəqiqə bəklə. Nə yazırsan sən? Bir dəqiqə gəbərik. Salam aleyküm. Aleyküm. Bana bir dənə qəşəng sevgi gülü. Sevgi gülü. Hə, belə qıza verəndə ərisin, marojna kimi ərisin. Manat versək olar, manat. Türk iş para. Türk iş para. Şimdi seviyorum seni. Düş kavağıma. Söyleme. Belki bundan soruşasan. Ha şu. Salam başına dönüm. Ne var ne yok? Ne varsa. İşte benim qaynım Polad Alamdar bəlkə biləsən buralarda harda qalır? Hə, Polad Alamdar bilsən kimi derim. Bu corabların zadının üstünde şəkili var ya gedər. Bütün gün part onu deyirik. Bulaşmayın, o çok kötü adamdır. Ne danışırsan he? Oo, çok fenadır o. Bize qohum düşür he, ne kötüdür? Kötü yani kötü kimidir? Heç kim sənin təzə qohumunu tərifləmir. Şöşür. Gəl. Sağ ol qadanım, sağ ol. Onu demir, deyir ki kötü kimidir? Hə, yaxşı. Ben gidəm, mən dəliyəm, götürmələ 300 manat da ona artığına pul verim ki, bu insan gəlsin bizlə bir yerdə. Hələ keçən dəfə samolyotda şeyləmişdim də, gətirmişdim mən fəlakəti. Yadında da Dubai reisində başımıza nə oynaşdı? Oturub giz-giz stüardessiya deyir ki, bu samolyotu manetiyə verərsən, mən pilotu manetiyə satarsan, giz-giz oturub danışır. Şimdi, alo. Alo. Şami. Alo. Alo, tez danış, telefon roamingdədir. Hə. Ana bu çıxmır. Hadi fəlakət
Hərəkət çıxmır çamadan. Deyir mən bura xoşda oturmuşam, dincəlim, rahat olun. Deyir əladır, əladır. Götür onun çamadanın ağzını aç. Ay insan, ay adam balası. Sənə dedim ki, otelə çatan kimi çamadanın ağzını aç, yazıqdır. Qoy biraz nəfəs alsın, qoy biraz sıxsın. Ana yox, deyir kinoya baxıram. Qələt edir şeyə baxır, kinoya baxır. Zırma qatır. Çamadanın ağzını fırlat bu tərəfə, biraz təpiklə elə çıxacaq. Yox, deyirəm qorxuram, çıxardan itər yolda zətdə İstanbul küçələr. GPS navigator qoşdurmuşam, itməyəcək, narahat olma. Biraz da çimizdir elə, biraz su ver içsin. Çıxır ki, basım güzüzdürüm hamamda çimizdirim bunu da. İti içi gəlir dayı. Qorxuram yox mən burada. Bırax, geçsin biraz gəzsin, hərrənsin, eləsin, narahat olma. Davay. Davay. Yaxşı, yaxşı. Davay. So, fəlakətin də işini həll elədik, şoşub. İndi gedirik, nə edirik? Gedirik sənin bir balaca geyiminə, başına əl gəzdiririk. Belə pisdir ki, gül kimi modun oğlanım, nə olur? Yaxşı deyir, superdir, qəşəngdir. Prosta bir balaca sən nətər deyim, biraz rənglərin uyğunsuzluğu mu deyim, yoxsa nə bilim, xətrinə də dəymək istəmirəm, şoşu. Superdir, hamısı bahalı geyimlərdir. Ay, so. Amma baxma da, indi qıraq yerdəyiz, Qranissadayıq. İndi ola bilər onun zövqü tamam başqadır. Biraz belə dilli dilavər olur. Türklər nə sevir? Dil, şirin dil. Salacam şirin dilimə. Ay, so, sal şirin dilinə, biraz aşkım, seviyorum, bekliyorum, gözlüyorum. Mənə də şoşu deyər. Bəh, getdi şoşu, gəl. Bunu soyun. Davay, soyun bunu qəşəngcənə. Soyun. Soyun, kişi, soyun. Səni eləyəcək simpatişli, qəşəng oğlan. Prosto ki, sən bu cinsin standartlara uyğundur. Bunu bir balaca belə, yəni standartlara uyğun, axırıncı moda uyğun kəsmək lazımdır. Kəsdə nə bilirsən? Yaxşı. Bu ne oğlandı? Kanket değil bu, kanket. Ne? Şuna günü koy. Ne oldu ki? Boşum xarab. Yox, bu boyda əziyyət çəkmişəm, ay şoşu. Bu nədir? Bu nədən günə salmışsan, mənə? Bu pisdir, bu çalvarına bax, geyiminə bax. Ay, sportivli oğlan. Pelikola tutursan mən. Ay, turistik oğlan. Yox, get. Şoşu açarı da götür. Ay, açar qaldı içəri. Kartlandı, gəl, qarata bilirəm. Şoşu, nə etsən burada? Bu kalbasaların nakleykalarını yapıştırıram da. Nə nakleyka? Bunu əllə yapışdırsan sən bunları? Rüskü şəkilləri bu. Sən fəlakət dörsən, sən şoşusən, sən mənim xalam oğlusan. Sənə hər dəfə mən nə qədər təkrarlayım ki, ay şoşu, bunu spesialinə yapışdırmaq üçün aparat var. Kalbasanı qoyursan ora, dəqiqədə minlərə bax kalbasa yapışdırır. Hətta bunu mənə denən dana, seyir tezdən 6 ton kalbasanı əlinlə şaplaşır. Əlim qabar olub. Yaxşı, de görüm nətərdir vəziyyət. Yaxşıdır hər şey, işçilərə nəzarət edirsən. Elə eşək tatlı kalbasalardır ki, elə ona görə gəlmişəm sənə, 1000 dəfə demişəm ki, sənə kalbasa, sasiska, yəni ət məmulat lazım olanda ruski vkustan. Mənə xəbər elə, deyim ki, ay şuşu, 1 karovka, 2 karovka götür, apar halal xoşun olsun, ye evdə. Da gedib orada maşınların qırağında görürəm də, maşınların qırağında çörəyin arasına kalbasa qoyub yemə gizlin. Ayıbdır, başqa işçilər görüb mənə başqa söz deyirlər. Sənin yerində yemədim də, o qədər dadlıdır. Keçdim qıraqda cheeseburgerdə çörək arasında Gizlin elə, o işləri gizlin elə. Спонсор «Русский вкус». Yekə kişisən, sənin mənə etibarın yoxdur. Qız əgər məni sevibsə, elə bu viddə. Mən bu viddə də sevəcək axıra kimi. O nə hərəkətdə, mənim başıma jelez ad vurub. Ay şöşü. Cinsimiz adı zırır. Eşidirsənmi? Gör nə deyirəm. Qulaq asdana mənə də. Mən dedim indi qız bəyənməyə gəlsən, birinci görüşdü. Dedim məsələn interesli, maraqlı şeylər eləyək də 2014 müfusqası olsun. Amma deyən də cibinə görüşmək gəlmir. Bax cibinə görüşmək gəlmirsən. Çox bax. Cibinə də. Amma cibi də qızın da deyən də. Getdin cibin yanına. Başqa şey deməyə. Suzduracaqsan. Nə bilim, sən çocuk, ben çocuk. Aha. Senden çocuğum olsun istiyorum. Ama kırılım da senden çocuğum. Sonra of yanıyorum.
kömür gibi yanıyorum. Ay, sağ ol. Yanırsan da atan da, qızsın yanmırsan. Yanırsan zaten de. Sen başın Yaxşı, 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 şöşü. Tapmaca deyə, misal üçün maraqlı tapmacalar deyə bilərsən ki, deyə bilərsən ki, bəs o hansı dənizdir ki, xəritədə yoxdur. Bax, çox Hansı maraqlı. dənizdir? Özcan dəniz. Hə, yox, həqiqi deyirəm. Yox, özdən yox. Aydın da bir dənə qız istədim. Məzələnir hə mən. Qulağa. Hə. Ha başım o yan bu yan şeylər seviyorum, yanıyorum, kafam kurşun kurşun. Hə. Əmrahın mahnılarını zırıldadırsan. Baday qırğın heyda. Qıza mahnı oxuyur. Hə, bəs nə? Bunu dedin. Hə. O seninle gör necə evlənir. Toy, düğün. Hadi kızlar biri gelin. Abiler, abiler. Hadi kızım oyna salla salla tut ayağından beni kolla eğer benim olmazsan çarpsın seni bizim olma. Ha, Murat geliyor abi. Murat kim Ulan be? sen ne yapıyorsun? Hə, bir dəqiqə. Şaşının toyu mu düğünü mü? Murat kim be? Kara Murat. Üç danışır. Qara Murat kim be? Hə, bir gözləyin dənə bir arada mənim də sözümə qulaq asın, mənim də məsləhətlərimə qulaq asın. Şöşü, Hə. sən elə belə şeylə o qızın ürəyini ofsunlaya bilmərsən. Bax, eşitdin? Özdə eşitirsən hə? Orada qohumzada demə ha, Facebookda tanış olmuşam ha. Bax, eşitdin hə? Facebook pis ki. Hə, baxmadan adı pis çıxıb. Denən ki, falan yerdə tanış olmuşuq. Denən tutaq ki da hansı diskotekada tanış olmuşuq, ya hansı nə bilim restoranda tanış olmuşuq. Facebookda adı çəkmə. Yaxşı? Bax, eşitdin? Görürsen toyda ne olacak? Kara Murat geliyor. Qara Murat. Gəl. Abi Zeynep kızlar bir çift. Əyləş görək bir otur görək. Özdə ki, bura bax. Bir çıx oradan, onu qoy qırağa, şöşündə alıb sındıracam bunu. Bir də ki, bu cəhamatla gedib risovkalanıb ingilis dilində danışsan, elə bir o kənddən gəlib o Bakıya düşən kimi o Gücbala ilə Bakı ləhcəsi ilə danışan o rayonlular var. Nə olur? Bir özünə gəl. Hə, elə danışsan deyəndə xarici ölkədə nə dilində danışmaq? Hə, Xarici ölkədə ingilis dilində danışırlar. Ay kişi, hər xarici ölkədə yox da, bu türklərlə bizim dilimiz paşti eynidir. Hə, yaxşı özündən şey çıxartmır, bir eynidir. Hə, burada xaric sayılır ha kişi. Gələndə pasportunu peçatdan şappıldatmadılar. Hə, nə olsun, bu axırda Azərbaycan sözlərinin axırına yorum sözünü artırırsan, все da olur turesk sözlər. Hə, bir dəqiqə yorum. Aha. Deməli, canın yanması yorum. Ay sağ ol. Canın yanması Kim daha yorum. şaşı? Hə, bu o şey Hə, bizi bu İstanbulun çöllərinə salınca o canı yanmışdan soruş ki, qardaşım Polad Ələmdar hardadır? Biz də gedək onu tutaq, söhbətimizi eləyək də bizim o təzə qohumla. Ağlıma girmir. Bundan niyə soruşmuram? Hə, bir soruş görələ hardadır? O yetim hardadır? Yazıyorum. Aha. Canın Bir dəqiqə, yanmasın. deyən bir baxım görüm sən bu kimlə danışırsan. Dünya gözəl. Hə, bunun knopkası hardadır? Hə, bu knopkasız telefondur, belə elə. Ay, Poladla şəkillər. Danışdığın budur mu? Hə, dana. Sən tüpuysan nə? Niyə? Sənə kim dedi ki, bu Poladın başçısıdır? Hə, görmürsən bütün şəkilləri Poladla bir yerdədir. Tüpoy gedə görmürsən altdan yazıb ki, Polad Ələmdar fanatı. Nə deməkdir? O deməkdir ki, ölür Poladdan ötürü. Onun fanatıdır. Deyən bir dəqiqə bunun şəkillərinə baxım elə. Hə, yaxşı da, gizləmə sən də bunu şəkil. Sabah qabağına çay gətirəndə belə deməyəsən bunu şəkil. Yaxşı görəyə, Bakıdan durub bura basa-basa gəlmişik ki, nədir, Poladla qohum olacaq, gedib Poladla söhbət eləyəcək. Davay, mən çıxdım, getdim başına. Ay Şəmi, sən nə danışırsan, bu istəyir Poladın yox, Bülent Ersoyun başçısı olsun, mən bunu sevirəm, ha kişi. Yəni bundan heç kəs ayıramaz. Hadi gəl. Ay şöşü, gəl bunların başını bıraq, gedək, çıxaq, gedək. Şey nətərdir, öpüyorum, qucaqlıyorum, sənin dodaqlarından. Dedin də nə, uca dedin. Dodaqlarından sözünü. Tudak. O yerinə unu yazırsan. Ay, sağ ol. Tutaklarından yorum. Əməlli başlı qəşəng qızıymış. Danışırsan hələ, hə? Bir bura görüm şöşü. Baxın, bayaq yaxşı baxa bilmədim o şəkillərinə. Görüm hələ mənim xalam oğlu Mənim gələcək həyat kimdən danışır? Necə gözəl. Bəh. Nə gözəl qız da bu. Şöşü, bunun kupalikdə zətdə şəkilləri var. Elə belə yox, yəni bir prosta, yəni bir qohum gözü ilə. Nə güc deyirsən, sənə? Nə olub ki? Sən başın xarab olub sənin, mənim istədiyim qız deyil bu, Bu əməlli başlı çevir, bu əməlli başlı vurulub, Dəlisən sən,
Doğru söz nə deyirsən? Yaxşı, narahat. Onda belə elə, şöşü. Prosta məsləhətlərdir də, yəni verirəm bir xaloğlu kimi. Danış o qızla, denən bir görüş təyin elə, bir yer təyin eləyək. Prosta denən ki, gələndə padruqası ilə də gəlsin, bir də padruqasını da gətirsin də. Siz elə bir obrisi skamyakada oturub mazaqlaşanda, mən də bu obrisi skamyakada oturum bir semişkadan, marojnadan, mən də öz işlərimi görüm də yavaş-yavaş. Sən başı xarab olub, nə danışsan sən Şami? Nə olub ki? Sən mənim xalam olursan, yoxsa nə ciş danış? Nə olub ki? Bunu nə deyirəm ki mən? Deyirəm ağzımda istədiyim qızdır, sən mənə deyirsən gələk mazaqlaşaq. Sən onun belinə lent bağlayasan. Yaxşı, həkki deyirsən köşü. Gicdəmə, mənim beynimin damarını bu Türkiyədə çöndərmək. Onda belə elə, köşü. Onda gəl mən danışım. Oteldə zətdə qəşəng bir yeyib-içmək təşkil eləyim. Başa düşdün? Sənin adına layiq. Onu dəvət eləyək, gəlsin otursun bizlə qəşəng yesin, içsin. İndi gec olar, qalar oteldə, bizlə bir yerdə qalar, yatar. Səhər də durub yola salarıq da onu da. Bir də soruş gör bu hansı araqdan içir? Mən gedim uca həll edeyim, nə məsələni? Sən məni dolamısın. Gəl. Mənim qızımdan belə zavallı. Bəh, şöşü in love. Ne oldu sana, ne oldu böyle, ne oldu sana, ne oldu böyle? Nerede eski taş fırın erkeği, bir anda oldun light erkeği. Ne oldu sana, ne oldu böyle, ne oldu sana, ne oldu böyle? Nerede eski taş fırın erkeği, bir anda oldun light erkeği. Bir dəqiqə. Eşidirsən mi? Bu məsləhəti indi mən biri var ki, mən səndən böyüyəm, sənin də xalan oğluyam. Bir də var ki, bir ağsaqqal məsləhəti, ağsaqqal xeyir-duası mütləq lazımdır. Mən istəyirəm ki, buradan bir ağsaqqalla canlı bir Bizim ağsaqqal? Bir dəqiqə. Onun məsləhəti. Vay! Ağsaqqal salam. Nətərsən ay ağsaqqal? Gəldi Skype-da da səni tapdıq. Nə var, nə yox ağsaqqal? Sən əvvəl danışırsan, sonra səsin gəlir, sonra ağzın tərpənir. Bilmirəm nə deyirsən. Bu skipedi də, bu skipedi belə olur. Belə olur da, ay ağsaqqal. Eşidirsən mi? Qısa eləyəcəm, pul yazır. Gör nə deyirəm. Bizim bu şöşü eşqə düşüb. İndi mənə qulaq asmır. Nə qədər deyirəm, ay şöşü, lazımdır. Ay, o qız məsləhətdir, deyir yox, öz bildiyimi eləyəcəm. Bir dənə qız tutub qəşəng. Yəni, qızla tanış olublar. Ona gələn qız nə olacaq? Nə qız olacaq ona gələn? Ağsaqqal. Səndən ağsaqqal məsləhət istəyir. İstədiyim qızdır, fikrim ciddidir. Yox. İstəyirəm ki, ağsaqqal, sən də bir böyük kimi, bir ağsaqqal kimi bir xeyir-duanı ver. Çox sağ ol ki, ağsaqqal məsləhətinə müraciət edirsən. Mən sənə bir böyük kimi məsləhətlər verəcəm. Sən ehtiyatlı ol. Bu qız məsələsi elə məsələdir ki, biraz çətin məsələdir. Bu dəqiqə min cür xəstəliklər var. İkincisi, girirsən onun telefonunun spisokuna, bütün qızlara zəng edirsən. Bəlkə oğlandır, qız adı ilə yazır da, indi gecələr mesajlaşıb eləyir. Bilsən biz də elə qız almasan, amma yenə də. Bir də ən əsası ağsaqqal məsləhəti, böyük məsləhəti. Qızı görsən ki, sənə vermirlər, elə bir hərəkət elə ki, qızın məcbur qalır sənə vermirlər. Bildin yəni? Orası da var. Bir də yaxşı yadmaşdı. Eşidirsən məni? Bax, görsən ki, indi nəsildə, qızın nəslində dul qızdan, xalası qızdan, bebisindən, nənə yox, xaladan, bibidən kimsə olsa, ağsaqqalı da yadından çıxar. Ağsaqqal, sən zəng elədi ağsaqqal məsləhəti ağa. Gizləyirsən, söndürə onu, söndürə onu. Belə danışma ha. Yaxşıdan zarafat eləyirik. Sən mənim xalam oğlusan, mazgimi xarab eləmə. Nə olub, bir dənə qızına görə xalan oğlunu öldürmək istəyirsən, hə? Konkret, sən ücret çaşırsan, Şami. Yaxşı görək, hə? Nə demək də, deyirsən sigaret çəkək, araq çək, nə bilim, neyniyək. Mən istədiyim qızdan belə danışma. Hadi zarafat da edirəm də, ay coşu da. Az zarafat eləmişəm səndən. Elə zarafat olur, Nə də, 2 gündür internetdə üzünü görmədin, danışdığın bir qıza görə xalan oğlunun üzünə durursan, hə? Sən mənim istədiyim qız barədə xeyir ol, belə danışsan, hə? Get buradan. Gedərəm də o yana da gedərəm, hə? Get, bu əməlli başlı. Mənim xalam oğlu. Bu nə sıfat da, özündən xəbərin var, nə günə düşmüsən, hə sən, hə? Sən özün nə günə düşübsən, hə? Mən sevirəm, qız istəyirəm, konkret alacam. Hə, başqa bilirsən nə var? Ekti bilmirəm, mən səni dindirmirəm. Cəhənnəm ol. Xalanımız da başına dəysin. Buna bax, elə bir... Səndən danışmıram. Kilsən başına, bu boyda gedənin elədiyi hərəkətlərə bax. Bu boyda gedənin danışdığı sözlərə bax. Bu əsən sifətinə, hə? Yokluğun içimde bir ateş gibi tutuşmuş bedenim yanıyor sanki. Ne olur terk etme seven kalbimi, gidersen sevgilim yaş
yaşayamam. Ayrılamam, ayrılamam, sensizliğe katlanamam Allah, yaşayamam. Sensiz ayrı kalamam, sensiz ben yaşayamam. Seni çok seviyorum. Senden ayrı kalamam. Seni çok seviyorum. Gülüm benim. Seni seveceğim yavrum. Sen nerelerde olsan belə sensiz kalamam. Yer... Sənsiz qalamam əladır. Orası xoşuma gəldi. O deyirsən, sənsiz qalamam. Sen oradan çıktın ha fəlakət. O əlaydı. O mənim xoşuma gəldi. Uç başımdan sen Allah koy oturmuşam da. Kəmi, eşsən, bu soyuğun cırhacırında bu şeydən ağarsan, bu qumluğun qırağından ağarsan, sən buradan ağarsan. Şəmi döyəm, şöşüyəm. Və bu eşitdim, Şəmi mənə dedi ki, şöşünün qarnı ağrıyır. Və sənin bu qarnının ağrısı nədir? Deyən amma mənim cibimdə qəzet var, qəzet var. Verim özünü yellə. Qarnının ağrısı nədir sən? Sən mənim canım, üç dağ başımdan. Şəmi kimi sən də mənim mazgımı xarab eləmə. Şəmi kimi sənin mazgıyı xarab eləmə. Eşitirsən, bir qız istəyirdim. Şəmi, mənim istədiyim qıza söz atdı. Əladır ki, söz atıb da, əladır ki, söz atıb. Mənim pis xətrimə dəydi ha, başqası olsa onu mən öldürərdim. Niyə xətrinə dəyir, söz atıb da, nə ağarıb ki, söz atıb da, qohumdur və bu qohum söz atmasın kimi atsın buna, qohum. Sən Allah qanım qaradı, dur get də buradan, sən Allah get. Eşitəməli, şöşü, o qızdan yəqin xoşun gələr sənin, yəqin xoşun gələr qızdan. Ay fəlakət, mən o qızı sevirəm. Yox, mən onu soruşmuram, mən deyirəm xoşun gəlir qızdan, onu soruşuram. Ağzımda demirəm, sevirəm, tupoy. Mən səndən soruşdum onu sevirsən, sevmirsən, deyirəm qızdan xoşun gəlir, yoxsa xoşun gəlir. Sevirəm nə deməkdir, seviyorum. O qızı alacağam. Mən türk dilində bilmirəm, xəbərim yox. Sən nə bilirsən bir türk dilində? Elə bildim ki, təkcə sevirsən, dedim xoşun gəlmirsə, bəlkə mənim də xoşum gəldi qızdan, bəlkə mənim. Çox, hirsimi tökərəm üstünə ha. Yox, biz qohum kimi, dost kimi deyirəm, başa düşmədim mən. Sən onda sən mənə deyirsən ki, bu qızdan xoşun gəlir, həm də bu qızı sevirsən. Əladla, nə pisdir ki, əlad, xoşuma gəldi. Ağzımda demirəm o qızı sevirəm. Sevirsən də, nə bildim. Alacağam, evlənəcəm, toy eləyəcəm onunla. Həm də evlənəsən, mənə deyin, mən adam bildim, mənə demirsən, eşitsən məni. Onda sən mənim qohumumsan, dostumsan. Əgər bu qızla evlənəsənsə, icazə ver mən sənin qohumunam, dostunam. İcazə ver mən o qızı bir sınayım, yoxlayım. Deməli sən onun nömrəsini versən mənə, nömrəsini versən. Yox, qulaq asına. Cüz danışma. Qulaq asına axıra. Dur, get buradan. Qulaq asına axıra kimi sözümə qulaq. Sən onun nömrəsini versən mənə, eşitsən. Mən onu gecə vaxtı mesaj yazacağam, eşitsən. Qulaq asına, qulaq. Çənənin altından. Qulaq asına nə deyirəm? Mən ona gecə SMS yazıb görüş təyin eləyəcəm, Əgər o məndən görüşsə, əl atıb əlindən tutub öpmək istəyirəm. Qulaq asına, sən mənim qohumumsan, dostumsan. Əgər öpməyə qoysa, heç. Öpməyə qoymasa deməli aldana məsləhətli qızdır. Başa düşmədim. Məsləhətli qızdır. Tupoy gedə. Məsləhətsiz qız alaram mən heç. Nə cüzdən çıxsın? Mənim xəbərim yoxdur axı, mənə deməmsən, eşitsən. Ay fəlakət. İt doğursan, qurt da olsan, qohumsan. Qız məsləhətli qızdır. Məsləhətli qızdır, onda məsləhət. O qızı sevirəm, ölürəm ondan ötürü. Alasıyam o qızı mən. Əlat da, alassansa, eşitsən məni. Əgər alassansa evlənməli qızsa, onda qoy əvvəlcədən bilək ki, bu haranın quşudur da, bilək haranın quşudur ki. Mən qohumum dostum, başqa mən demirəm. Özün bilərsən, biz qohumuq, dostluq. Şəminin hirsində səni tökəcəm, davay buradan. Yaxşı, mən gedirəm onda o qızla görüşəm, söhbət eləyəm, gəlirəm. Şəmin mən, harada gic qohum əqrəbə var, mənə rast gəlir. Biri o yandan, biri bu yandan. Aydəldə bir dənə qız sevdim, onu da burnumdan gətirdilər mənim. Darıxma yavrum, gələrəm sənə çataram, sevərəm səni mən, sənsi də qəlbim, sevərəm. Səni mən gələrəm, sevərəm qəlbim, sənsi də. Neredesin? Beni unutsun demişsin. Neredesin? Bunu sen diyemezsin. Neredesin? Seni unutmak kolay mı? Beni bağırtmak kolay mı? Söyle neredesin? Bir zarafatlı da elədim də indi. Mən nə bilim. Yaxşı, get. Eşitirsən mi şöşü? O qız hansı barda işləyirdi əvvəl? Gəl görüşək deyirəm, qana telefonla mən də min dənə söz deyə bilərəm. Gəl üzbəüz görüşək, mən sənə sözümü deyəcəm, Sən bilirsən, kimin qızına sataşıbsan heç? Həyatınla deyəsən cips oynayırsan, sən?
Hadi ne oldu sana? Attı zad niye? Sıra zad boy verdi. Ay şu bilmirsən o internetdə yekə-yekə danışanlar var ha. Hə. Hamısı balaca uşaqlar. Çıqılı. Ay. Alo. Hara gelim? Hara deyirsən gəlirəm. Neyin qırağına? Orada ol. Gel bura. Hala orada dur gəlirəm da sən. Gəlib maça salacağım sən. Çalgıcı karısı dinle, esnaf karısı dinle. Ayıbdır. Bu boyda kişilər gəliblər İstanbula, nədir, hansısa qız söhbətinə, hansısa nə bilim, davaya, razborkaya. Haradasan hə? Haradasan? Dediğin yerde gözlüyürük da gel. Haradasan? Yoksa budur mu hə? Budur. Kim ha? Buna bak. Tamam bu əməli başdı. Bozburutda Sen iydin ha mənimlə telefondan danışan. Salam aleyküm. Bəli, mən idim. Salam. Sen kimsən ha? Şoşu. Benim istediğim Şoşu. Öyle Şoşu. Sana bu nə hərəkət? Bir Ne dəqiqə. hareket? Hele kız Ay, düz eləmirsən sən. Bir dəqiqə gözləyin. Sən az söhbətə gəlmisən. Bir dəqiqə gözləyin. Ay şoş. Bir dəqiqə gözləyin ha. Bir kiçik var burada yoxdur. Deyəm nə? Sən mənə hörmət bana karşı. Benim istediğim kıza sen kuş bırakmışsan. Şoşu. Səndən ona. Hadi yaxşı cahamat baxır qıraqda. Millət yığışacaq indi. Buranın jandarması, mandarması qandallayıb aparacaq. Normal sivil liqada oturaq söhbətimizi eləyir. Temoli qardaş da Azərbaycanlı çıxıb. Başa düşürsən şoşu? Sen benim istediğim kıza SMS yazırsan he. Qardaş, mən Facebookda gördüm onu. Hə. Şəkillər falan. Hə. İstədim bir yazım görüm kimdir, soruşum harda yaşayır. Sen necə kimsən axı? insandır. Nə olar axı? Atan ne olur ha? Pis məqsədlə. Sen kimsən axı benim istediğim Pis kız? məqsədlə yazmamışam ki, yazmışam, söhbət eləmişəm də. Pis söz Sen yazmışam ona. gələ tele. Ay yaxşı şoşu. Bir dəqiqə deyəm. Ay kişi sən Burnun alnına çıxar he. bilə ki Şəmi ilə şoşu bax burdadır, İstanbuldadır. Sən belə bir söhbətə gəlmisən. Bir söz mən yaraşdırmıram da. Mən yaraşdırmıram sənə qızı da. Mən neyniyim axı? Ha, nətər yəni Şəkillərini yaraşdırmıram sənə. Yazışmaları, başqa işlər var, mən deyə bilmirəm axı Ne sənə. deyir ha bu? Mən Onun düzgün başa şəkillərinin sən heç düşəyəm. bir dəxli yox da. Ehtiyac yoxdur bu söhbətə. Sən mənə gəlib burada başqa söhbət edirsən. Ehtiyac yoxdur. Facebook'dakı o lüt şəkillərini deyirsən ha? Hayır, Mənə qəbul tək o deyil, tək o deyil. Xahiş edirəm, bir dəqiqə gözləyin. Bax o qızın Facebookda 5000 druziyası var. Düzdür? Bəli. Düzdür. Ay sağ ol. Həmin 5000 dənə druziya onların şəkillərini like eləyir, kommentariya yazır, xoş sözlər deyir, komplimentlər deyir. Şoşu, bunlar hamısı sənə qəbuldur. Ki mənə qəbuldur. Qıza bir dənə məsəl yazanda fikirləş gör ki adamı tutub Türkiyədə, İstanbulda, daşın qırağında başına Yaxşı, yaxşı. Eşidirsən? Görsən, Yaxşı. Şoşu, sən bir dənə get qırağda deyəm, mən qardaşla danışacağam hər şey. Bax, hər şeylə dava yumruqlandı, sporlandı. Bu sevgi elə bir şeydir ki, bu məhəbbət elə bir şeydir ki, vurdu adamın beyninə, talank. Всё, atqılçat olursan. Başa düşsən? Mən də indi bunu bitirmişəm. İndi yoxdur. Bu insan bir neçə gündür. Mən bunu belə bilmirdim. Eşq, məhəbbət, sevgi, nə bilim, aşk, hay, huy, bu insan yoxdur, sönüb. Bu insan sevir. Başa düşürsən? Bana gəl, uşaq. Onda onu bugündən Hayır, sən bugündən onu unut. Yaxşı? İndi onun keçmişidir, nədir? Onu mən də bilirəm, onu özü də bilir. Yeri gəlsə keçmişində mən də yazmışam ona. Görüşmüşük də. Bu indi deyir ki, ay qabağımıza çay gətirəcək, neynəcək? 3-4 il bundan əvvəl barda mənim qabağıma pivə gətirib qoyub o insan. Başa düşürsən? Yoxdur bu. Çocuğun xəbəri yoxdur. Dərsdə, uşaq söhbətlərə girişmə. Yaxşı? Get. Davay. Müğayət ol özündən. Davay. Şoşu, elimizi sağa yekə kişisən. Bu nə deyirsən? Şoşu, görüşün. Dostlaşaq heç olmasa. Söz, get. Sən də get. Coştur hop tek oynayalım. Bir ayağına bir bu yana zıplayalım. Kol bastığıyla uşaklar hep beraber coşalım. Hop tek. Ben Türkiye'de test olurum. Neden buraya? Odur. Bak. Örnek eşek testi. Canım benim. Ay bayaqdan nasıl? Gəl buraya. Üstüm başımı düzelt. Ay sevgi nəfis şeydir. Necə heyecanlanırım. Ay dilim söz tutmur. Axırı istədiyinə nail oldun da şoşu. Gör ağzımdan iyi gəlir. Heç yoxdur. Gör nə deyirəm. Ay bir bozburaq güdümcə tapa bilmirdim mən. Ucuzu buydu. Tanılarım, ucuzu buydu. Şoşu qıza çox gözlətirmə. Kompliment də deyəndə öyrətmək olmasın. Amma gözünün içinə baxa-baxa deməm. Yaxşı? Sən mənim Onlar xoş deyir dana belə şeylər. Aşkım, seviyorum, yavrum, koskocaman. Biraz eşidirsən, biraz Qalatasaraydan danış, biraz Fenerbahçe'dən danış, biraz nerede ondan danış. Bunlar belə şeyləri sevir. Davay, hadi eyvallah. Ay hoş geldin yavrum benim. Bu sana benden hediye olarak götür. Seni seviyorum yavrum. Senden ötürü ben Bakı'dan Türkiye'ye uçakla gelmişim az.
Sen benim hayallerimsin. Sen benim sevgim, aşkım, yüreğim, canım. Çatlı danışanda seninle. İnan ki senden ötürü ben geceler yatmıyordum. Muskaya kulak asıyordum. Senin gözümün kabağına getiriyordum. Ben seni biliyor musun ne kadar seviyordum. Az utanacak diye buna bak danışmıyor. Ha, konuşmuyor. Ha. Sanıyor musun? Nasıl utandıktan konuşmuyor musun sen? Gelecek kocandan mı utanacaksın? Az yəqin Türkiyəyə qar yağıyor. Sənə soyuq olub. Az marojna yeyimsən. Boğazından nəsə deyə səsin belə. Sən mənim canım, səndən bir şey soruyorum. Bax, bana düzünü söyle. Sən qızsan yoxsa erkək misin? 18 yaşına kadar Hakan'dım. 18 yaşından sonra Hülya oldum. Nə danışır abi? Mən indiyə kimi kişi ilə danışmışam ha internetdə. Sən başın xarabdır, nə də az, mən də olamsan o boyda Bakıda. Hikayədə mən səni sevirəm ha. Şuşucuğum, düğünümüz ne zaman? Cəhənnəm ola, düyün vuracaq təxələ. Cəhənnəm ola, cəmatında Vardır her bir yerde hürmeti, tapdı şəmi şaşıb fəlakəti. Yıxsın qohumları, qardaşları, cavanları, qocaları, taytuşları. Yenə min bir olay hər mövsümdə, yanarda, ya çöldə, ya da şəhərdə. ATV-də çəkdi bunu sizə görə, baxsın hər kəs gülə gülə. Söhbət qızlardan gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Bəli, söhbət bizlərdən gedir, Bozbaş Pictures təqdim edir. Elad, elad, mahnı neçə verərsən? Satıl. Elad, qalx. Getdik. Bastı.